Verilmiş nəticələrə uyğun döyüşləri müəyyən edin. 3 dənə döyüş verilibdir. Əvvəlcə döyüşlərimizdən tanış olaq. Bizans ordusu məğlub edildi deyirsə, burada variantlara baxırıq. Birinci hissəyə. Maltepe döyüşündə həqiqətən Bizans ordusu məğlub olmuşdur. Bunu qeyd edirik. Kosova döyüşü Bizansla deyildi. Gelbolu 1354-cü ildir. Bu Bizansın məğlub olduğu və qovulduğu döyüşdür. Moxas döyüşü Bizansla deyildir. Niqbol döyüşü Bizansla deyildir. Bu da Bolqaristana aiddir. İkinci hissəyə baxırıq. Konstantinopolun fəthi gecikdi. Bu Ankara döyüşüdür. Digər Moxas döyüşü yenə səhvdir. Çirmən döyüşü bu hissədə səhvdir. Növbəti hissəyə baxırıq. Macar-Çex ordusu məğlub edildi. Bu Macar-Çex qoşunları Moxas döyüşündə məğlub edilmişdir. Burada uyğun cavab birinciyə Maltepe, ikinciyə Ankara, üçüncüyə isə Moxas döyüşü olmalıdır. Cavabımız budur.